Əslində uşaqlar, bu tapşırıq üçün bir neçə dəfə video çəkmişəm. Görürəm ki, yox, sizə aydın olmayacaq, rahat olmayacaq. Gəlin başqa bir yoldan seçim. Demək, Kənan var, Pərviz var. Bunlar velosiped almaq istəyirlər. Kənanın 30 manat pulu var, Pərvizin 24 manat var. Görək cəmi nə qədər pulları var. 30 ilə 24-ü toplayıram. Bərabər 54 manat pulları var. Və onlar 110 manatlıq velosiped almaq istəyirlər. Görək onlar nə qədər pul çatmır. 110-dan çıxıram 54-ü, bərabərdir 56 manat pulları çatmır. Yəni bunlar hər həftə hər ikisi 4 manat yığa bilirlər. Düzdürmü? 4 manat Kənan yığır, 4 manat Pərviz yığır. Cəmi 8 manat yığa bilirlər də, düzdürmü? İndi 56 manat çatmır. 56 manatı bunlar neçə həftəyə yığarlar? 56-nı bölürəm 8-ə, bərabərdir 7. 7 həftəyə bunu yığıb velosipedi ala bilərlər. Bu bunun, belə deyim də, rahat usulu. Amma mən bunu tənliyi ilə əgər tapacaqdımsa, tapmaq istəyərəmsə necə yeyərəm? Uşaqlar, Kənan var. Bu artıq 7 cavabını tapdıq. Heç məsələnin izahı, gedişatı bu idi. Tənliyi ilə bunu necə taparam? Kənan var, Pərviz var. Deyir Kənanın 30 manatı var. Pərvizin isə 24 manatı var. Bunu toplayıram bundan. Və onlar hər biri həftəyə 4 manat pul yığırlar. Bədimdə 4-8 manat. Neçə həftə? Neçə həftə lazım olacaq bilmirəm. Həftənin sayını x-la yazıram. Bərabər olmalıdır 110-a. Tənliyimi həll edirəm. 30 ilə 24 toplayıram. 54. Üstə gəl. 8 vurulsun x bərabərdir 110. 8 x da bərabərdir 110 çıxılsın 54. 8 x da bərabərdir 56-ya. 8-dən 8 vurulsun x deməkdir. X-imiz də bərabərdir 56 bölünsün 8. X da bərabərdir 7-yə. Yəni tənliyi ilə yazsaq, baxın bu yolla yazmış olaraq, amma bilirəm ki, tənlik usulu sizə çox da rahat olmayacaq. Elə ki, yuxarıdakı üsuldan istifadə edib məsələnin həllini tapa bilərsiniz.